Hello əzizlərim. Növbəti temim gəlib. Biri də var yoldadır. Amma heç bəyannaməsi də gəlməyib ki, verim onun bəyannaməsi. Gəlin sizlə temunu açaq. Bilirəm əslində nə var? Bu başmaqdır. Keçən dəfə mamam üçün də zakaz vermişdim. İndi hansı rənginə, xalam hansı rəngini mamam götürər özü bilər. Həmin başmaqların qarasıdır. Mamam deyir, mən qarasını istəyirəm. Deyirəm özüm, o sən o da bacım. İkisi üçün də zakaz vermişdim, sifariş eləmişdim. Belə qəşəngdir, isti. Qəşəng giyinməyə. Mən gördüyünüz kimi belə jaket, kofta, kardiganları sevirəm. Çünki onu həm jaket kimi giyinmək olar, kardigan kimi, həm də kofta kimi. Elə dedim o gəlmir. Açaq. Bir dənə də şey var idi, dedim o hanı? İndi göstərərəm. Oy, nə qəşəng, yumşaq, isti. Baxın. Belə. Materialı qəşəngdir. Xüsusilə bu düymələrini sevdim. Belə bejla, bej, boz rəngin qarışığıdır. Çox praktik baza rəngidir. Mənə mübarək. İşte bijuteriya almayacağım. Qulağımda bu sırğalar elə rahat da gözdə elə möhkəm bağlıdılar ki, amma aldığım hərdən adam istəyir. Bijuteriyam çoxdur. Nəsə bu mənim nəzərimi cəlb elədi. Belə çox qəşənglər. Əsl deyil daşları. Mən seçəm. Məsəl üçün o aldığım üzükdən çox razıyam. Düzünə qalsa. Belə İtalyan zamoku iləndir. Bunu da belə qoyublar ki, açılmasın və incitməsin. Çox qəşəngdir. Nənə mübarək. Ding. Qayda qəşəng olar. Yaxud arası nəsə gedəndə, giyinəndə. Çıxdıq valla, mən muzeyə gedib çıxacaq mı? Çökməyəcək nə qədər yaxşı, nəfə olur. Çəkişik burada. Öklər gəlməyib, yox demişlər, sentyabrdan olacaq, gözücü baxdım, yoxdur. Şeydir, nə deyəcəkdim? Fikirləşdim metro ilə gedir, sonra gördüm hava türklər demiş, mis gibidir, mis gibi. Səlim də sevinir. İndi bilmirəm də muzeyin vaxtını çatmayacaq, siz onu gəzirik. Heç bilmirəm, Səlim muzeyə girəcək, girməyəcək. Hələ ki Targovoyadayıq. Çantadan həm gəlirdi xoşum, həm yox, amma indi çox xoşum gəlir. 95 manatdır, Bershkadayıq bu arada, çox gözəldir. Dedim çantalara bənzəyir, belə mənim gəncliyimin, erkən gəncliyim. Səlim üçün bunu aldım. Vibrant Laser, çox qəşəng qeyri-adi bir iyi var. 39 manat. Belə kartuşka aldıq. Salfetkalarımız düşmüşdü, sistemə burada var imiş, özüm üçün də belə dondurma. Qayıtdıq Zara'ya, bıçağın oğlan qoymadı. Bir əlim onda tutuklar qatmasın. Zara Golden Decade'in Winter'ını aldım. Baxdım ki, bu həmin o Libra'nın intensinidir. Mən düzünə qalsa Libra'nın özünü yox, intensini sevirəm. Ərəb variantında Libra'nın intensini xoşlanmışdım. Hətta mən Ador gedir də, indi getdim orada elədim, birə-biri idi. Zara'da da Golden Decade var. Zara Golden Decade var məndə, amma bilmirəm, bitirmişəm ya qalıb. Bitirmədiyim, ona görə bilmədiyim üçün ki, özüm mən Zara'dan olan Libra'nın cübunu daha çox sevirəm. Birə-biri də hətta daha intensivdir. Yəqin bu da qəşəng olar, bunu tapmadım. Bu biraz vanillası olmalıdır. Vanili olmalıdır. Əgər evdə yoxdursa, sonra bir dəfə gəlib alaram, nə olacaq ki? Səlimə də göstərdim də nə aldım. Məndəki 29 manatdır. Səlimdəki Vibrant Laser 39 azayına aldım. Qəşəngdə Love Explosion çox gözəldir Zara'nın və qalıcılığı möhtəşəmdir. Burada bilirsiniz Dona'nın rozla olanı var. Dona nədir? Estağfurullah. Trussardinin bir dənə rozla olanı var. O mənə xatırladır. Bir də bilmirəm, elə bilin ki, iki ətrin qarışığıdır da. Bilmirəm hansı tünd belə ətin idi. Çox gözəl idi. Qış üçün, payız üçün vahşi sürdürdü. Mən yayda da istifadə edirdim, düzünə qalacam.
titrləri qarışdırdığım üçün Rose Decorate'in hə biraz. Amma bu Libra oxşayır, amma Rose Decorate var, ha winter olmayan. O intense oxşur. Halbuki yazıblar ki o Libra da Rose Decorate. Bu isə intense-də eyb yoxdur. İstifadə edeyim, Rose Decorate'im də qutarıbsa, sonra gələndə alaram. Problem yoxdur. Hələ biraz kasıbçılıq yoxsa onu da alardınız zapasını. Eyb yox, qazanım, alım. Ondan ödəmək lazım deyil. Bu da yaqutlar da bilirsiniz, dərsil yaqutlar. Nereye getmədik? Fikirləşdiyimiz gelib çıxanca muzey bağlanar. Çünki mən muzeylərin bağlanma vaxtını bilmirəm. Məncə 6 gecən işləmir, daha tez bağlanır. O yüzden sabah bütün ahıltamız olsa, həvəsimiz olsa gedər. Hələ bir neçə gün davam edəcək. Əliyev adına sarayda Fikrət Əmirovun 1001 gecə baleti var. Opera balet teatrının özü hələ də təmirdə olduğu üçün ya Heydər Əliyev sarayında olurlar, ya da ki opera studiyasında baxır tamaşanın miqyasına. Gedək. Gəldik, çıxdıq. İndi qarcıraba verəcəm istəyinmi və qalxacaq. Yuxarı axırıncı anda giyinib çıxmışam, inanmışsınız. Çıxdım. Heydər Əliyev adına saraydayım. 20-ci sıra 5-ci yerdəyim. Yaxşı yerdə. Keçən həftə buralardaydım. Gözləyək. Görək necə olacaq. Əslində Fikrət Əmirovun şah əsərlərindən biri də çox gözəldir.
arada çantadan həm gəlirdi xoşum, həm yox, amma indi çox xoşum gəlir. 95 manatda Bershka-deyir bu arada, çox gözəldir. Dedim çantalara bənzəyir, belə mən gəncliyimin, erkən gəncliyim. Uzanmışam divanda, könüyə baxıram, bıçaqda ilə danışam, mən əsərim, o otaqda yatıblar. Yadsa gəlirsə, yaxında Bershka-da 95 manata çanta gördüm və eynisini gördüm Temuda. 36 manat neçə qəpiyə, 37 manat nə qədər. Temuda da alış-veriş elədikcə adama endirim edirlər və mən həmin o endirimdə 21 manat neçə qəpiyə düşdü. Neysə, belə bir qiymətə düşdü. 22 manat neçə qəpiyə. Nəsə endirim verdi. 30-dan aşağı. Bir dənə də 30 olmalıdır. Bir dənə də broş zakaz verdim. Nardı, kristallarla da, sirkonlarla olan. Gəlsin, göstərəcəm sizə. Burada da indi görüm, çalışacağım. Şəkil qoymaq halıdsa. Yəni, baxdım, materialı da oradakı ilə uyğun gəlir Bershka-da və mən sizə deyim ki, Bershka burada bizdə belə böyüdüblər. Zara, Bershka, Mango. Xaricdə sıradan middle-dır da, yəni ki, adi bir xalq üçün olan brendlərdir. Sadəcə burada qiymətləri böyüdüblər və istər middle brand segmentlər olsun, istər lüks segmentlər olsun, hamısı Kitayda, yəni ki, Çində istehsal olunur. Temudan gələndə Çindəndir. Yəni, mən onu götürdükdə mən Bershka deməsəm, kimsə onun Bershka olmadığını bilsinlər də, elə bir əğmənin faykını götürüb əğmə deyəcəm, nə deyəcəm, yəni mənim üçün fərqi yoxdur. Əğməyə pul verərəm, amma Bershka 95 manatda Trendyolda axtardım, deyəsən, daha, orada da 60 neçəyə tapdım, nəsə belə bir şey. Tam yadımda deyil neçə, amma burada daha ucuz idi. Trendyolda axtardım, bilmədim neçəyə tapmadım, ya Bershkaya yaxın qiymət, yox, Bershkaya yaxın qiymət idi. Fikirləşdim ki, Temuda daha ucuzdur, niyə də Temudan götürməyim, nə üçün də yox. O yüzdən Temudan zakaz verdim. Fikirləşdim, indi skitka verəcək də Temuda olur. Hələ elə oldu ki, fikirləşməyimdən endirim vermək oldu. Bayaq 21 neçə etdim, 27 manata yaxın götürdüm. Yəni 10 manat ucuzdur hətta, belə. Gəlsin, dəqiqliyi ilə göstərəcəm sizə. Yəqin ki, 2 həftəyə gələcək. Bayaq zakaz vermişəm.